Salam, belə çətin görünən bir arximet qüvvəsinə aid suala baxaq. Deyir ki, 3 eşit bölmədən hazırlanmış. Eyni cinsli kayel çubuğu ipə bağlı olaraq şəkildəki kimi iki bölməsi suyun içində qalacaq şəkildə darazlıqdadır. Çubuğun ağırlığı 40 Newton olduğuna görə suyun qaldırma qüvvəti deyəndə, yəni arximet qüvvəsini soruşur və ipdəki cərimə qüvvəsini soruşur. Burada bunun ağırlıq qüvvəsi düz mərkəzdən aşağı doğru yönələcək mc də verilibdir ki 40 Newton. Sonra arximet qüvvəsi suya batmış hissədən götürəcəyik, suya batmış hissənin düz ortasından yuxarı doğru seçərik arximet. Dayaq nöqtəsi kimi də qan götürsək. 40 vurulsun, belə tutarıq ki, 40 vurulsun. Buradan bura qədər 1,5, 1, yəni bir də yarının yarısıdır. 1,5 bərabər olacaq. F arximet vurulsun 2 bölmənin üçüncü. Buradan F arximeti tapsaq 30 alırıq. Arximet qüvvəmiz oldu 30 Newton. 30 Newton. Sonra cərimə qüvvəsini soruşur. Və cərimə qüvvəsini tapanda nə edirik? Cərimə qüvvəsi yəni bu hissədə olanı deyil. Cərimə qüvvəsi. Demək yuxarı olan hansıdır? Cərimə qüvvəsi ilə arximet qüvvəsi yuxarı olduğuna görə ikisinin cəmi aşağı gedənə bərabər olacaq. Yəni ağırlıq qüvvəsini. Bunu da belə yazacağıq. T cərimə üstəcə F arximet bərabər olacaq mc-yə. Aha, T cərimə bərabər olacaq. Buradan da mc 40-dır. 40-dan çıxacaq F arximət, F arximətdə 30 tapdıq. Bu da olacaq 10 Newton. Yəni cərimə qüvvəsi də 10 Newton tapdıq.